uşaq pulu 250 evrodur. Bəziləri basıb bağlayır. 1000 nə qədər? 1500, 1700, 2000, xeyr. 4 uşağa 1000 evro alırsan. Mişka çox sağ ol həyatım. Əvvəl elə idi ki, bir uşaqla, məsəl üçün birinə 180 alırdınsa, ikinciyə 190 aldın, üçüncüyə 195 alırdın belə. İndi amma hamısına 250 verirlər. Qurban olum sizə. And ola Allaha. Buranın qiymətləri bilirsiniz. Bax, dünən mən Elizabetə məndən kurtka istədi. GD-yə girdik, kurtka aldım. Kurtka 140 evroya bir dənə kurtkası idi. 240 manat. Yəni, burada o pul heç nədir. Su kimi. Suya su. 250 evranın heç... Mən o 1000 evro var. Onu bu da Mimi də Almanyadan da. Onun uşaqlarımın üstünə 2 qatını qoyuram. 3 qatını qoyuram. Qurana and olsun. Qızdılar, böyüyürlər, istəyirlər. Uca marka istəyir, bəzənmək istəyir, düzənmək istəyir. Baba dostum da Almanyadandır. Yəni uşaq puluna görə uşaq 1000 evro nədir ki? Sən 1000 evro ilə uşaq dolandıra bilərsən. 4 dənə uşaq dolandıra bilərsən. Biri 18-ə gəlir. Obursan 15 yaşı var. 2 dənə də balaca evində varsan. Sən uşağı südlə, bulki ilə süləndirəcəksənsə, əyni başına almayacaqsan, giyindirməyəcəksən, o başqa məsələ. Bir dənə gedirsən, krasovka alırsan. Ən aşağısı. Ən aşağısı deyirəm, 30 evro verirsən. Ən aşağısıya, o da bərbad kimi. Nike krasovka alacaqsansa, bir ən aşağısı balaca uşaqlardan gedir. Ən aşağısı 60-70. Nike'lar da, Adidas'lar da alırsan 120, 130, 110, 90 evro. Hele rahattan uşaq böyle pıt. Yəni danışmaq rahat deyil. Siz buranın qiymətlərinə baxın. Öz maşınını sürürsən, vergi verirsən, nalog verirsən. Allah haqqı. Mən illik bir verirəm. 2 aydan, 3 ayla kvartalda, 3 aydan birdə bir verirəm. Plus da benzinimi verirəm. Öz sobstvını maşınımdır ya. Hər birisi hasantdır. 2 maşın saxlayırsan, onların strahovkalarını verirsən, onların illiklərini verirsən. Nədir ki o? Nədir ki? Bax, məsəl üçün, mənim bu evim solarını yığılıb da, yəni ən belə deyək, ekonomlu yığılıb. Mən, məsəl üçün, işıq pulu ilə qaz pulu birlikdə 500 evro pul verirəm. 1000 manat. Tek ona verirəm.